Yevlax rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Hadisə nəticəsində 2 qardaş həyatını itirib. Onların övladları və daha 2 nəfər xəsarət alıblar. Hadisə rayonun Salahlı kəndində qeydə alınıb. 1998-ci il təvəllüdlü Akşin Hüseynovun idarə etdiyi Mercedes markalı avtomobillə 1973-cü il təvəllüdlü Akif Hacıyevin idarə etdiyi Lifan markalı maşın toqquşub. Hadisə nəticəsində Akif Əloğlu Hacıyev və həmin avtomobildə olan onun qardaşı 1970-ci il təvəllüdlü Sabir Hacıyev aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində həyatlarını itiriblər. Bundan başqa Akif Hacıyevin oğlu 2008-ci il təvəllüdlü Əli Hacıyev, Sabir Hacıyevin oğlanları 2005-ci il təvəllüdlü Nihat Hacıyev və 2009-cu il təvəllüdlü Elcan Hacıyev, həmçinin Akşin Hüseynov və 2009-cu il təvəllüdlü Rıza Xurşudov xəsarət alıblar. Yaralılar Yevlax rayon mərkəzi xəstəxanası və Mingəçevir şəhər mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbələrinə yerləşdiriliblər. Təbibdən verilən məlumata görə müxtəlif dərəcəli bədən xəsarətləri alan pasientlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri tibb müəssisələrinin müvafiq şöbələrində davam etdirilir. 3 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Fakt üzrə Yevlax rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.